İtlər, bilirəm vaxtınız olmur təkrara qayıtmağa və ya tez təkrar eləmək istəyirsiniz testlərin üzərində. Bu video məhz sizlər üçündür. 47-ci sualı izah eləmək istəyirəm. Burada bildirir ki, AB bərabərdir AC-yə. AB bərabərdir AC-nin mənası odur ki, uşaqlar, yəni ki, bu bərabər yanlı üst bucaqdır. Yanlılar bərabər olduğu kimi uşaqlar, yanlara ayrılan bucaqlar da bərabərdir. Demək, o zaman A bucağı bərabərdir C bucağına uşaqlar. Sonra bildirirsə ki, AC bərabərdir AD. AC bu hissə AD. Bu zaman AC-yə aid olan bucaqlar da bərabərdir. Yəni C bucağı bərabərdir D bucağına. Amma aşağıdakı hissəsinə, yuxarı hissəsinə deyil. Yəni bu hissəsinə bərabərdir. Əgər bir bucağımız 150 dərəcə verirsə, üç bucağın daxili bucaqlarının cəmi 180-dirsə, 180-dən çıxırıq 50, 130 bölü 2-yə 65. Demək, hər bu üç bucağın üçün də ölçüsü 65, 65, 65 uşaqlar. Aha, əgər məndən BAD hissəsini, yəni bu hissəsini istəyərsə, baxın bu bucağı. O zaman nə edirik? Bu üç bucağın daxili bucağından A bucağının aşağı hissəsini tapırıq. Daxili bucağında D ilə C-nin cəmi 65, 65, 130, 150, 130-dursa, yəni 180-dən 130 çıxıram, 50 alınır. Əgər bütöv bucağım 65-dirsə, 50 hissəsi aşağıya düşübdür, 15 hissəsi qalıb, yuxarı hissəyə. B variantıdır o da. Gələk 48-ci sual uşaqlar, bu da tiplidir, sadəcə çox sizin qarşıladığınız hissədir, yeni izah eləmək istəyirəm. AB AC bərabərsə, bu nə mənaya gəlir? Yəni A bucağından C bucaqları bərabər deməkdir. Üzərinə bir də AC, bax bu hissə, bərabərdirsə AD-yə. O zaman C bucağına, yəni D bucağı, AC bərabərdir CD-yə. Üzr istəyirəm, AC bərabər C-dir. Onda, bax bu A bucağının AC bərabər C, A bucağının daxildə qalan hissəsi ilə, D bucağının daxildə qalan hissəsi eyni demək istəyirlər. O zaman necə eləyir? Öncə 180-dən çıxdıq 36-nı, B bucağını çıxdı, alındı 144. Böl 2-yə, çünki A-dan C-lər eynidir. 144-ün yarısı ilə 72. Demək, C bucağımız 72 dərəcə alınıbdır. İndi əgər bu tərəflər bərabərdirsə AC ilə, nə deyək, C-dir. O zaman 180-dən çıxıram 72-ni, bölürəm 2-yə, görüm hərəsi nə qədər düşür? 108 alınır. 108-in də yarısı 54. Demək, A-nın aşağı hissəsi ilə D-nin aşağı hissəsindən bucağı eləyib 54. İndi A yazmayaq əslində. Yazaq DAC. DAC eləyib 54 dərəcə. Bizdən də BAD-nin yuxarı hissəsini soruşursa, bayaq aldığımız o 72-dən 54-ü çıxacaq. Eləyəcək 18. 49-cu sual uşaq, bərabər yanlıdırsa uşaqlar, yazıda qalsın, yan tərəflər daha uzun göstərilməlidir. O zaman 15, 15, bir də 7, 30, 37 olur D variantı uşaqlar. İndi 50-də də 10 ilə 22 deyirsə, biz baxmalıyıq 22 yan tərəflər kimi. Unutmayın, uzun tərəf yan olmalıdır. 22, 22, üstə gəlinsin 10, perimetr tərəflərinin cəmi deyin, toplamış olduq. A variantı. Qayda yazdırmış ki, 30 dərəcəli bucağın qarşısında, bax qarşısı buradır, katet, hipotenuzun yarısıdırsa, hipotenuz uzun tərəfdirsə 8-in yarısı 4. Əgər bu M-in, görürsünüz, orta xətti hardan bildik? Tən yarı bölükdə ortasından keçib, adı üstündə ortasından. Bundan əvvəlki videoda izah eləmişəm ki, M-in 4-dürsə, AC 2 dəfə artıq olacaq. Oturacağın yarısına bərabərdir, yəni 8-ə. Eyni həldir. Gələk 54-cü suala. 54-cü sualda bərabər yanlı üç bucaqdır. AB bərabərdir BC-yə. Yenə yanlar bərabər olduğu kimi yana aid olan bucaqlar da bərabərdir. Yəni A bucağı C bucağına bərabərdir. Əgər mənə AD bərabər DC verirsə, AD DC bu nə mənaya gəlir? Yəni bu bərabər yanlı üst bucağının həm medianıdır, həm hündürlüyü, həm tənbələn üçüncüsü də oturacağa çəkilirsə eyni ifadəni verir. Əgər 6, 6 verirsə, onda 12 elədir. 32-dən çıxacaq 12-yi, aldığımız cavabı 2-yə böləcək. Niyə? Çünki bərabər yanlıda yanlar bərabərdir. Burada da X bucağını həll edəndə hansı ola bilməz? 180-dən çıxacaq tam dövr kimi baxanda 65-i eləyəcək 125, 125-dən aşağı ola bilməz. 125 yox, 115.
115-dən aşağı ola bilməz.